Bura getirmək istəmədim. Xeyli saralıblar və sadəcə efirə uyğun deyirlər. Eyni bu cür bəyanatlar, eyni həmin fikirlər Azərbaycan izolyasiya olunacaq. Ondan sonra Azərbaycan Avropa Şurasına daxil oldu, daha başqa bir yol keçdi. Başqa bir məsələ. Nə də azadlıq və nə də demokratiya. Odurmu ki, daha artıq dərəcədə deyəsən, yox, bu belə-belə, mən ötən dəfə də bunu bir efirdə səsləndirdim, Fələstinin azadlığına bənzər bir azadlıq ruhu bizim ayrı-ayrı nümayəndələrə hakim kəsilib. Bunların beynində, qafasında bu fikir var ki, azadlıq elə meydanda qurulur. Nə qədər orada daha çox qışqırsaq bu azadlıqdır və Konstitusiyada bunun əleyhinə olan müddəaları biz çıxarıb atmalıyıq. Dövləti də meydandaca quracağıq. Demokratiya nədir? Demokratiya odur ki, bağışlayın ifadəmə görə, yenə də Novruz ruhu bağışlasın məni. Cəbhə ilə bir saqqalı simvollaşdırmışdılar, eyniləşdirmişdilər. Kim daha çox saqqal saxlayırsa o cəbhəçi idi. Sonra libas geydilər narıncı rəngə. Demokrat olmaq üçün mütləq narıncı rəngə boyanmalıydın. Sonra yeni rəhlər. Axı nədir bu demokratiya? Azərbaycan normalda bir demokratik yolu gedir. Bunda bir problem yoxdur. O ki, qaldı İranla. Müstəqilliyi oradan başlamışdı, azadlıq meydanından başlamışdı. Yox, mən azadlıq meydanına təni eləmədim. Mən yəni azadlıq ruhunu nə cür təfsir eləyənlərə münasibət bildirdim. Qaldı Rıza Şah Pəhləvi ilə bağlı və digərlərlə bağlı. Belə bir müqayisələr, ümumiyyətlə Almanların yaxşı bir misalı var, deyir ki, hər cür müqayisə qüsurludur, amma açıq istəməzdim İlqar bəyin özünə bunu şamil eləyəm. Bildiyim qədər o keçmişdə eynək taxırdı və mən Rıza Şah Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvinin kitabını oxumuşam və zahirən də ola bilər kimsə kimlənsə yaxınlığını mən deyə bilərəm, amma bilirsiniz, İlham Əliyevin 2003-cü ildə onun siyasi portretinə, onun siyasi tərcüməyi halına olan hücumlar cəmi bir aya darmadağın olundu. Cəmi bir aya. Və mən sizə deyim ki, İlham Əliyevə məğlub olanlar həm də onu tanımadıqlarına görə məğlub oldular. Onun siyasi portretinə vurduqları cizgiləri bir ay dağılandan sonra başladılar yeni bir İlham Əliyev faktorundan qarşı-qarşıya qalmağa. Və mən sizə deyim, İlham Əliyev demokratik bir liderdir. Millətini istəyən bir insandır. Və 2018-ci ildə də, 2025-ci ildə də bu millətin həyatında yaşayanlar görəcək ki, həqiqətən də bir çox məsələləri dəhşətləşdirməklə ki, bu belə olub, bu heç olmasın da deyin ki, bu müddəa indi qədər var idi, artıq bu günə qədər var idi. Onda Azərbaycan demokratikdir. Sizin üçün prinsip budur da. Ermənistan onda sizin üçün demokratikdir. Əlbəttə. Qaldı, fikrimi başa çatdırın. Avropa Şurası Parlament Assambleyası bugünkü rəyini müsbət verdiyini sizin diqqətinizə çatdırmaq istəyirəm. Tam müxalif bir qurum, monitoring qurumudur, tam müxalifdir. Mən gətirmişəm, çünki görürəm ki, bunlarla sənədlə danışmayanda çətin olur. Seçkilərin monitoringi və demokratiyanın tədrisi mərkəzi. Rəhbərini deyə bilərəm, Anar Məmmədlidir. Yəni, bu qurumsa seçkidə 50%-ə qədər insanın iştirak elədiyini söyləyir. Və mən bunları ona görə söylədim ki, biz polemikamızı onun üzərində quraq ki, ölkənin gələcək həyatında insanlarımızın gözləntiləri nədir? Biz deyirdik ki, bu konstitusiyanın, və yeri gəlmişkən sizə deyim, Fuad bəy, xalq yığışıb konstitusiyanı yazmır. Yığışıb da onun hər bir müddəasını Quran ayəsi qədər, hətta Quran ayəsini deyiş millətimizin əksəriyyəti o dərəcədə tam mənimsəməyibdir. Belə olan təqdirdə konstitusiyanı Quran qədər biləsi də deyil. Amma ümumi prinsipləri bilir, ümumi mahiyyəti bilir, onun təmsilçilərin hesabına bilir. Yeni Azərbaycan Partiyası və bu konstitusiyanı müdafiə edənlər, yəni bu dəyişiklikləri müdafiə edir, 1100-ə qədər görüş keçirdilər. Üst-üstə götürəndə yarım milyon əhalini əhatə eləyir bu. Bu insanları təşkilatlandırıb seçki getirmək, təkcə 2-3 adamı da qoşub gətirmək yetərli idi ki, bu resurslarla hakimiyyət bu layihəni həyata keçirə bilsin və ya bunu müdafiə edənlər həyata keçirə bilsin. Burada bir problem yoxdur ki. Ona görə də alınmadı. Yəni, beynəlxalq birlikdən izolyasiya olunacaq, alınmadı. Hansısa təşkilatlar bizi çıxdaş eləyəcəklər, Qarabağın əleyhinə o baş verəcək və s. və s. və s. Mən bilmirəm, bizdə Azərbaycanda bircə məsələ yoxdur. Bunu da dedim, qutardım. Sözün məsuliyyətidir. Keçmişdə danışılan sözə məsuliyyət yoxdur. 5 il, 7 il, 10 il bundan əvvəl danışılan bir sözü qaldırıb bunlara bir məsuliyyət demək lazımdır. Ki, belə deyirdim, olmayıb. Təşəkkür, İlqar bəyə cavab verəcək, bəli. Zahid Oruç öyrənib, ümumiyyətlə, bu alternativsiz verilişlərdə çıxış edib, gecə-gündüz yalan danışma. Avropa Şurasının Azərbaycanda müşahidə missiyası olmayıb, bu bir. O adamlar hansı ki, bura gəlmişlər, onların statusu presence. Yəni, sadəcə olaraq Rusça desə prisutstvuющие, Azərbaycanda mövcud bulunanlar, Azərbaycanda bulunanlar. Bu bir. Yəni, insanlara alternativ fikir deyilməyəndə onlar bəlkə də inanmağa başlayırlar ki, doğrudan da Azərbaycanın indiki liderinin dünyada böyük hörməti var. Beynəlxalq mətbuatı qulaq asın.
İkincisi, bu referenduma aid məsələdə heç bir hüquqi detallara və ya tutaq ki, hansısa xırda hüquqi elementlərə, hansısa maddəyə, hansısa elementə getməyə ehtiyac yoxdur. İlham Əliyev hal-hazırda şəxsən Azərbaycanda respublikaçılığın dayaqlarını məhv eləmək istəyir. O, Azərbaycanda monarxik üsul idarə qurmaq istəyir və bunun qarşısını almaq lazımdır. Bu, əsas məsələdir. Çünki biz görürük ki, 2002-ci ildə deyilən və eyni adamlar Zahid Oruc deyirdi ki, konstitusiya İlham Əliyevə görə dəyişdirilməyib. Amma biz gördük ki, faktda demir özü məsuliyyət. Demir məsuliyyətini daşıyaq. Özü də deyirdi 2002-ci ildə və onun ətrafında, onun yan-yörəsində olan insanlar deyirdilər ki, 2002-ci il referendumu İlham Əliyevə görə deyil. Yoxsa demirdilər, deyirdilər. Və indi də deyirlər ki, 2013-cü il referendum, 2009-cu ilin referendumu 2013-cü ilə görə deyil, İlham Əliyevə görə deyil. Amma biz bilirik ki, ona görədir. Məqsəd hakimiyyəti əbədiləşdirmək. İndi böyük uğurlardan danışır. Keçən ay Azərbaycanın ümumdaxili məhsulu artıq azalmağa başladı. Mən elə başqa məsələlərə getmək istəmirəm. Yəni, üzr istəyirəm. O məsələlər qalsın kənarda.